orada belə bir şey yoxdur ki, sən yol axtarasan, yolunu çaşasan. Orada bir ipdir və sən hər daim əmin olmalısan ki, karabin deyilən dəmir qarmaqlardır və sən bilirsən ki, məsələn, bu il Everestdə olan kəndirin rəngi portağal rəngində idi. Keçən ildən var idi, mavisi var idi, ağı var idi, köhnəlmişi var idi, qırılmışı vardı. Onları çıxartmayıblar da, onlar köhnəlibdi, qalıbdı. Amma sən yeni kəndiri görürsən və həmişə əmin olmalısan ki, kəndirdəsən, karabin ora birləşikdir, lazım gələndə bərkidilib, bağlanılıb və s. Sən yalnız zirvəyə qədər onun üzərində gedirsən. Yəni o ipin üzərindəsən. Həyatın bir ipə bağlıdır. Zirvədən də aşağı və yaxud da ki, baxır hardan gedirsən, aşağıdan zirvəyə bir dənə deyəndə ki, belədir. Məsələn üçün, hamı onun üstündədir. Bu nöqtədən, A nöqtəsindən bu nöqtəyə qədər birdir. Ora çatırsan, yenə eyni ipdir, amma bərkidilibdir. Bərkidilmə yerləri o da. Bərkidilmə yeri var. Sən bu qarmağı çıxardıb buna salırsan. Gedirsən, növbəti stansiyadır. Buradan ora növbəti nöqtədir və bir nöqtədən digər nöqtəyə. Sayılar varmı? Bilmirəm neçədir. Yəni onu ora bərkidənlər daha çox bilir, amma kampların sayı bilirsiniz. Kampların sayı 4-dür, bu heç. Amma onların metrəsi var, yəni neçə metrdir, neçə dənə punkt var. Bu texniki olaraq onlara lazımdır. Yəni bizə texniki olaraq bu lazım deyil. O ipin qırılma variantı ola bilər mi? O ipin qırılma variantı yox, amma nə var? Məsələn üçün biz Lhotstan enəndə Şerpam idi, bir də mən idim. Həmin müddət o dağda heç kəs yox idi. Enəndə biz karabini birləşdirdik, o da birləşdirdi. Orada buzun içinə bərkidilmiş belə bir o ipi özündə saxlayan belə bir dəmirdir. Biz gördük ki, o artıq günəş vurubdu, əriyibdi, o çıxmaq üzrədir. Bizim özümüzdə aləti var. Biz yeni bir orada belə deyim də stansiya qurduq, dəmiri ora birləşdirdik, əmin olduq ki, o möhkəmdir. Həm bizim üçün, həm də bizdən sonra gələn dağçılar üçün. Şerpada yəni bunu bilir, mən də bunu bilirəm, amma Şerpa daha çox hüquq daşıyır ki, orada o dəyişikliyi eləyə bilsin, texniki dəyişikliyi eləyə bilsin. Onu bərkitdik, kəndirimizi bir daha yoxladıq ki, hə, indi okeydir və biz oradan eniş elədik. Yəni yoxluyuruq, biz baxırıq. Bu demək deyil ki, elə biz kör-köranə birləşdirdik, getdik.